Değerli dostlar, xoş gördük sizləri. Bugün çox gözəl bir mənzilin çəkilişinə gedirik. Ucuz bir qiymətə. Büdcəsi az olan dostlarımız üçün ucuz bir qiymətlə mənzil satışa təklif olunur. Həmin mənzilin çəkilişinə gedirik. Tam olaraq mərkəzdə gördüyümüz ərazilər. Yolda gedə-gedə mənzilə dostlarımızın nəzərinə çatdırmaq istədiyim bir-iki nüans var ki, demək bizə çoxlu zəngilər gəlir. Hər dəfə də bizimlə əlaqə saxlayaraq bildirirlər ki, ev axtaran dostlarımız, əlim yandı qiymətə olsun, ucuz olsun, əlim yandı qiymətə. Mənzil varmı sizdə? Baxın, bəzən biz fikirləşirik ki, əlim yandı qiymətə mənzil olanda qabağa düşürük. Bu çox 90% hallarda belə olmur. Baxın, bugünkü gündə bazarda ucuz qiymətə, əlim yandı qiymətə satılan çoxlu mənzillər var. Amma düzgün mənzil, dəyərli bir mənzil yoxdur da. Yəni siz əlim yandı qiymətə mənzil taparaq qısa müddətliyinə 4000, 5000, 6000 qabağa düşə bilərsiniz. Amma dəyərli bir mənzil tapsanız, dəyərli bir mülk tapsanız, siz uzun müddətli qabağa düşə bilərsiniz. Məsələn, dəyərli bir mənzil dedikdə onun yerləşmə yeri, təmiri, sənədinin qaydasında olmağı, baxın, bunlar vacibdir. Dəyərli mənzil dedikdə ilk ağla bu gəlir və yerləşdiyi mövqe sabahsı gün sizin mülkünüzə dəyər qazandırsın. Həmişə deyirəm ki, bizim məqsədimiz, bizim niyyətimiz sizlərə ev satmaq deyil, sizlərə doğru qərar verməyiniz üçün köməklik göstərməkdir. Gedək mənzilə, mənzildən çəkilişə davam edək. Çox yaxşı bir qiymətə satılır. Ərazi olaraq baxın buradır. Tam olaraq Xırdalan şəhərinin mərkəzidir. Gəldik, çatdıq mənzilə. Söhbət baxın bu mənzildən gedir. Bugünkü gündə açıqlayacağım qiymətə bu kvadratda mənzil yoxdur. 47.5 kvadrat Ekopark yaşayış kompleksində. Ekopark yaşayış kompleksi haqqında yəqin ki məlumatlıyıq. Sakinlərin rahatlığı üçün bütün şərait yaradılıb, kupçalı, qazlı binalardır. Xırdalanda sayılıb seçilən komplekslərdən biridir. Yeraltı parkinq, yerüstü parkinq, geniş həyətyanı sahəsi, 2 sürətli lift, bütün kommunallar binalarda fasiləsizdir, kupça var. Evin xırda para işləri qalıb, divar kağızları və 2 ədəd qapı, hardasa 1000-1500 manatlıq işi qalıb. Yekunlaşa bilər həmin məbləğlə xırda qalan işlər də əsas giriş qapısından çəkilişə başlayaq. Əsas giriş qapısıdır. Əsas qapıdan evə daxil olduq. Bütün metlaq olan sahələr hamısı istipoldur, dəhliz sahəsidir. Baxın, girişdə sağda sanitar qovşaqdır. Kommunallar qeyd etdiyim kimi fasiləsizdir. Burada gəldikdə yataq otağıdır, yataq otağından eyvan sahəsinə keçid var, qonaq otağından da eyvan sahəsinə keçid var, əsas giriş qapısıdır bir daha. Əsas giriş qapısından solda evin mətbəx sahəsidir, mətbəx mebeli qalır, yaşayışlı evdə hal-hazırda. Evdə divar kağızları və 2 ədəd qapıdır. Bura qonaq otağıdır, qonaq otağından eyvan sahəsinə keçid var. Qısa olaraq tanış olaq, videonu yekunlaşdıraq. Xırdalan şəhərində Ekopark